TQDK test ofisi Azərbaycan dili 2-ci hissə durğu işarələrinin işləməsi 29-cu sual. Cümlədə hansı durğu işarələri buraxılmışdır? Yenə bayaqlarımda, yəni sualların birisində qeyd etdiyim kimi cümlədə durğu işarəsinin buraxılmağı deyilirsə, biz deməli həmcins üzvə, əlavəyə, ümumiləşdirici sözə və vasitəsiz vasitəli nitqə fikir verməliyik. O axşam düşən kimi buraya Kürün sahilinə gələrdi. Burada fikir verir, görür ki, o kim sualına cavab verir. O kim sualına cavab verərsə, deməli özündən sonra vergül qoyulma ehtimalı var. Özündən sonra da axşam düşən kimi axşam burada isim kimi işlənib, isim gəlibdir. O isim kim sualına cavab verirsə, özündən sonra da isim gələrsə, deməli vergül qoyulacaq. Bu bir. O axşam düşən kimi buraya bilinmir, Kürün sahilinə isə onu izah edir. Deməli Kürün sahilinə əlavədir. Əlavə işləndiyi zaman da əlavədən əvvəl tire qoyulacaq. Buraya, yəni Kürün sahilinə bu formada gələrdi. Vəssalam. Deməli, vergül və tire işarəsi buraxılıbdır. Vergül, tire, yəni burada say məsələsi də var və bir vergül, bir tire olan cavabımız da E bəndi.